Azərbaycanın ilk teleradio və yayım şirkəti olan Aynes şirkətinin, Aynes televiziyasının qapadılmasından artıq 10 il ötdü və bu 10 il ərzində Azərbaycan mediasının, Azərbaycan televiziyalarından gəldiyi, çıxdığı duruma mən istəyirəm dəyərləndirim və Aynes televiziyasının nəyə görə bağlanması və bağlanmasından öncə də artıq illərdir davam edən Aynesə davam edən təzyiqlər haqqında bir qədər istəyirəm danışım. Mənim uşaqlıq illərim və bu videonu izləyən insanların bəzilərinin yəqin gənclik illəri, ümumiyyətlə Azərbaycan müstəqillik dönəminin yeni başlayan, müstəqil olan ölkəmizin yeni yaranan televiziyaları arasında və daha sonra bu sayatda təbii ki 90-cı illərdə demək olar ki çox az hallarda rast gəlinirdi müstəqil özəl televiziya şirkətinə. Onlardan biri də Aynes idi. Aynes televiziyası özünün bəlkə də ən yaxşı vaxtlarını 90 və 2007-ci, 2006-cı ilə qədərki dönəmini mən hesab edirəm və onların ən müstəqil, təbii ki, nisbətən müstəqil, yəni Azərbaycan kimi ölkədə birmənalı olaraq müstəqil televiziya fəaliyyəti təbii ki, mümkün deyildi. Həm Azərbaycandakı demokratiyanın durumu, söz və ifadə azadlığının, mətbuat azadlığının durumu, Azərbaycandakı əsas sponsor olan kəslərin, sponsor olan şirkətlərin arxasında hansı iqtisadi dayaqların durduğunu biz nəzərə alsaq, təbii ki, hər hansısa bir özəl televiziyanın tamamilə müstəqil formada həmin dövrlər belə, hələ indi ümumiyyətlə mümkün deyil, həmin dövrlər belə müstəqil fəaliyyət göstərməsi demək olar ki, mümkün deyil. Yəni, təkcə burada siyasi məsələlər rol oynamır, həm də iqtisadi məsələlər rol oynayır. Ona görə Aynesin həmin dövrlər bir müstəqil media, 100% müstəqil media ola bilərsə, tərəfsiz media ola bilərsə, Aynes həmin dövrlər ən azı o göstərici mən düşünürəm ki, bir 70%-ə qədər gəlib çatıb və bu çox yaxşı göstərici idi. İndiyə baxanda ümumiyyətlə bu fantastik göstəricidir. İndi ümumiyyətlə Azərbaycanda demək olar ki, elə bir mənalı olaraq tərəfsiz televiziya yoxdur. Necə ki, elə bir vaxtlar bizim hamımızın Mirşahini, tanıdığımız Mirşahini hansı ki, biz o Mirşahini Aynesin siması kimi tanımışıq, Aynesdən tanımışıq. Mirşahini edən Aynes olub və elə Mirşahin özü bəlli edir ki, bəli, mən əvvəl tərəfsiz idim, indi mənim bir tərəfim var. Özü insan bunu təsdiq edir, bunu bəlli edir cəmiyyət, açıq ifadə edir. Görün, artıq Azərbaycanda müstəqil medianın durumu nə vəziyyətdədir? Bugün Azərbaycanda hökumət tərəfdən olmayan, elə Mirşahinin təbiricə desək, tərəf olmayan və yaxud da ki, onlar da tərəfdir, amma onlar hökumətdən tərəf deyil, bu iqtidardan tərəf deyil. Tərəf olmayan jurnalistlərin əksəriyyəti həbsxanadadır və yaxud da ki, ölkə xaricindədir, mühacirətdədir və həmin dövrlər Azərbaycan televiziyasına baxanda, indiki Azərbaycan mediasının durumuna, Azərbaycan televiziyalarının indiki durumuna baxanda, sonra da biz təəccüblənməməliyik ki, Mirşahin niyə durub insanları televiziya izləməməyə görə az qala təhdid edir, onlara sərt formada, aşağılayıcı formada təzyiqlər edir ki, televiziyaya baxmayan, dişini yumayan insan qədər mədəniyyətsizdir az qala. Bu formada insanları alçaldır və təbii ki, insanlar televiziyaya baxmaz. Əvvəl Aynesin nə qədər izləyicisi var idi və xüsusilə də 2007-ci ilə qədər. Xatırlayaq, Aynes ilk dəfə bağlananda, hətta Mirşahinin bir sənədli filmi də vardı, Payızın 17 anı, əgər mən səhv xatırlamıramsa, Payızın 17 anı adlanırdı, hansı ki, həmin vaxtda Aynes 17 gün bağlı qalmışdı. Bəli, siz deyə bilərsiniz ki, hətta bu işdən daha yaxşı bilənlər, məlumatlı olanlar deyə bilər ki, Aynesin efir qadağası ilk dəfə hətta Əbülfəz Elçibəyin dövrünə təsadüf edir. Əbülfəz Elçibəy ilk dəfə Aynesə qadağı, yəni onun dövründə ilk dəfə Aynesə yayım qadağası qoyulub. Deyəsən bir gün və yaxud da bir neçə gün sonra o qadağa aradan götürülüb, Aynesin yayımı bərpa edilib. Yəni o vaxtdan Aynes bir qədər başı bəlalı televiziya kimi tanınıb. Və bu da onların çox böyük ehtimal ki, tərəfsiz olmasından irəli gəlirdi. Aynes Azərbaycanda həm də bir məktəb idi. Jurnalistika məktəbi idi. Mövzu burada Aynesin yaxşı və ya pis televiziya olması demək deyil. Ümumiyyətlə, Aynes obrazında biz görüb və ən azı indidən keçmişə baxanda, 10 il öncəsinə baxanda və yaxud da ki, 20 il öncəsinə, 2006-cı ilə biz gedib çıxıb baxanda, biz görə bilərik ki, Aynes sanki son qala kimi mübarizə aparırdı. Və o qala
artıq ələ keçiriləndən sonra, o qalanı bu iqtidar fəth edəndən sonra Azərbaycanda müstəqil medianın bütün bıçaqları artıq əldən çıxdı. Və Azərbaycanda artıq müstəqil media deyilən bir şey yoxdur, birmənalı olaraq. Azərbaycanda tərəfsiz, qərəzsiz televiziya yoxdur. Bəli, sonuncu aynesi o. Aynesi özü də bayaq qeyd etdiyim kimi nə dərəcədə olub biz onu müzakirə etmirik, onu mübahisələndirməyək, anlayışla qarşılayaq. Amma yenə də digərlərə nisbətən sonuncusu aynesi o. Bəli, aynesidən sonra ümumiyyətlə qərəzsiz, tərəfsiz olmayıb. Hətta digər bir məsələ, Aynes televiziyasının biz artıq sonradan pisləşmə dövrünə getdiyi dövrlər kimi xarakterizə edirik. Məsələn, 10-11-ci illər Aynes artıq yavaş-yavaş müqavimət gücü demək olar ki, yoxa çıxırdı. Həmin dövrlər Aynesdə çox yetərli sayda siyasi diskusiyalar gedirdi, müxalifət tərəfdən çağırılan var idi, qonaqlar, iqtidar tərəfdən və orada çox yaxşı, çox samballı debatlar gedirdi. İndinin özündə də YouTube sosial platformasında biz baxsaq, onların hər birini az qala tapa bilərik. Çox keyfiyyətli, çox demokratik hətta çıxıb insanlar orada hökuməti tənqid edirdilər. Müxalif hərəkat üzvləri, müxalif partiyanın nümayəndələri, müxalif ekspertlər fərqi yoxdur. Çıxıb insanlar normal müzakirələr edirdi, cəmiyyətdə bir müzakirə apası var idi, siyasətçilərə efir qadağası qoymamışdılar, ən azından bir çoxlarını. İndi ola bilər ki, istisna hal kimi kimlərisə o dövrdə də qadağalar olub. Müsavat Partiyası nümayəndələri çıxa bilirdi, Xalq Cəbhəsinin Partiyası nümayəndələri, Real hərəkat idi, o dövrdə Real hərəkatının elə o vaxtki həmsədri İlqar Məmmədov elə daha çox onun həmin çıxışları ilə tanındı sonradan cəmiyyətə həbs olunduqdan sonra. Onlar hamısı bugün artıq kimi qalır. Və indi biz də paralel olaraq həmin dönəmlər fəaliyyət göstərən digər televiziyalara baxaq. Digər televiziyaların hansı birində bu qədər sərt formada müzakirələr gedirdi? Bu qədər sərt formada hökumətin əleyhinə, hökumətin yürütdüyü hansısa bir siyasətin əleyhinə çıxışlar edilməsinə imkan yaradılırdı. Demək olar ki, heç birini. Və Aynes ona görə xüsusi idi. Azərbaycan tarixində mən düşünürəm ki, xüsusi olaraq da qalacaq. Biz hər birimiz Aynesdə nəyisə izləmişik. Bəli, kimlərsə düşünə bilər ki, Aynesin Toy olsun kimi bir layihəsi də olub. Bu və yaxud da ki, De gəlsin kimi meyxana, indi Azərbaycanda təbii ki, meyxana bizim milli bir adət ənənəmizdir. Meyxana bizim milli incəsənətimizdir. Əgər bunu incəsənət adlandırmaq olarsa. Mən özüm meyxana həvəskarı, dinləyicisi deyiləm. Amma təbii ki, Azərbaycanda yetərincə insan var ki, onlar meyxananı sevirlər. Meyxana azarkeşidirlər, necə demək olarsa. Və bu danılmaz bir faktor. Azərbaycan cəmiyyətinin, ümumiyyətlə Azərbaycan mədəniyyətinin artıq bir parçasından dönüb meyxana. Və bu bir qədər mübahisələndirilir ki, Aynes meyxananı televiziyaya gətirməklə Azərbaycan xalqına bir qədər gericiliyi təbliğ etmiş oldu sanki. Təbii ki, bu bir qədər mübahisəli məsələdir. Mən elə düşünmürəm. Mən düşünürəm ki, sadəcə bu yeni bir platforma vermək, yeni bir meydan vermək idi meyxanaçılara. Amma bu bir faktor ki, bəli, De gəlsin layihəsindən sonra meyxanaçılar cəmiyyətdə daha çox tanınmağa başladı. Həmin dönəmlərə qədər meyxana bir sənət olaraq ancaq daha çox, ancaq deməyək, daha çox Bakı kəndlərinə məxsus idi, lokal dairədə daha populyar idi. Amma Aynes səviyyəsində meyxana bütün respublikaya yayıldı və artıq meyxanaçılar çox yaxşı qiymətə toylara gedirdilər və onlara daha çox imkanlar fürsətlər əldə etməyə başladılar. İndi bu bir qədər mübahisələndirilir ki, məsələn, Aynesin cəmiyyət üçün ən faydasız layihələrdən biri Toy olsun və yaxud da De gəlsin hesab olunursa. Amma bunun əks təsiri də var. Baxın, Aynes nə qədər populyar idi ki, De gəlsin layihəsinə görə meyxanaçılar görün nə qədər önə getdilər, nə qədər populyarlıq qazandılar. Bu təkcə bəlkə də bu layihə digər televiziyalarda olsaydı eyni keyfiyyət olmazdı. Biz onu artıq dəyərləndirə bilmərik təbii ki. Fakt budur ki, Aynesin sayəsində, Aynesə görə məsələn bunlar var. İndi yenə deyirəm, bu bir qədər müzakirəyə açıqdır, bir qədər mübahisəli məsələdir. Mən bu haqda bir rəy bildirmək istəmirəm ki, bu
cəmiyyətin xeyrinə oldu sonrakı illərdə, yoxsa ziyanına oldu, amma bu artıq ötüb keçdi. Oldu, ötdü, keçdi. Mən burada daha çox Aynesin baxın, Aynesin iki ən çox tənqid olunan layihələrindən ikisini dedim. Toy olsun və de gəlsin. Digər daha çox tənqid olunan elə bir layihəsi olmayıb. Amma biz paralelində digər televiziyalarımıza baxsaq, həmin o digər televiziyalarda gör nə qədər tənqid olunası materiallar olur. Nə qədər tənqid olunası layihələr olur. Aynes buna görə də seçilirdi. Daha çox xəbər, daha çox informasiya yönümlü idi. Və mən yaxşı xatırlayıram, hər dəfə Aynesin xəbərləri başlayanda orada Qarabağın işğal altında olmasından danışılırdı və yaxud da çox yaxşı aparıcıları var idi. Çoxları hətta peşəkarı idi digər televiziyalara nisbətən, təbii ki. Və ona görə də bugün mən bilmirəm bu nə qədər bunu demək doğrudur ki, bugün Aynesə ehtiyac var ya yox. Mən düşünürəm ki, bugün Aynesə bəlkə də elə ehtiyac yoxdur. Çünki bu dəqiqə Aynes bərpa olunsa, fəaliyyəti yəni bərpa olunsa, davam etsə, Aynes televiziyası digər televiziyalardan məsələ nə ilə fərqlənəcək? Bu çox böyük sualdır. Ona görə də nostalji hisslər kimi mən düşünürəm ki, ən azından indilik bu dəqiqə Azərbaycanda medianın durumu hamıya bəllidir və azad, dürüst jurnalistlər və yaxud da ki, media orqanının Azərbaycanda fəaliyyəti demək olar ki, mümkünsüzləşdirilib. Ona görə də hələ Aynes hələ ki, mən düşünürəm ki, bərpa olmasa, yayımı bərpa olunmasa, daha məqsədə uyğundur. Bu da Allahdan bir növ elə Aynesçilərə bir lütfdür ki, bu dəqiqə onların Aynesin o müqəddəs adı ən azı nostalji olaraq, xoş xatirələr olaraq elə rəfdə qalsa daha məsləhətlidir. Mən bir daha sonda bunu qeyd edim ki, ümumiyyətlə bu məsələdə, yəni sonda Aynesin biz demirik, mən şəxsən düşünmürəm ki, Aynes tamamilə çox gözəl bir televiziya və yaxud da ki, tam müstəqil bir media orqanı idi. Xeyr, amma digərlərinə nisbətən və həmin dövrün şərtlərinə rəğmən ümumiyyətlə Azərbaycan müstəqillik tarixindəki mediaların durumuna baxanda hər şey bəlli olur və biz Aynesə məncə hörmət etməliyik. Onların o qədər çətinliklərə rəğmən yenə də duruş göstərməsi, bu duruş nə qədər idi, necə idi, önəmli deyil. Əsas odur ki, onlar müqavimət göstəriblər, bacardıqları qədər. Ayaqda durmağa çalışıblar, bacardıqları qədər. Amma bacardıqları qədər, bəli. Aynesin bağlanma məsələsi isə bu təkcə Fəthullah Güləndən müsahibə götürmə məsələsi deyil zaten. Aynesin uzun illər Ramiz Mehdiyev, Əli Həsənov cütlüyü ilə yaşadığı problemlər hələ o dövrdən bəlli. Və 2016-cı ildəki həmin o müsahibə məsələsi, ABŞ-dakı müsahibə, bu bir növ bir fürsət idi, keçdi Azərbaycan iqtidarının əlinə və onlar bu fürsəti krizə çevirib, əksinə, yəni krizi fürsətə çevirmək və yaxud da ki, fürsəti krizə çevirib Aynesi qapatdılar. Və ondan sonraki məhkəmə çəkişmələri, daha sonra işin Avropa məhkəməsinə getməmə məsələsi isə bu artıq Aynes rəhbərliyinin verdiyi bir qərardır. Bu qərarı biz mübahisələndirə bilərik, müzakirə edə bilərik. Amma anlayışla da qarşılaya bilərik. Çünki Aynes rəhbərliyi, ümumiyyətlə Aynes televiziyası kimin bizə varisidir? Gəlin biz onu düşünək. Çingiz Mustafayev. Çingiz Mustafayev kimdir? Azərbaycanın milli qəhrəmanı, şəhid olmuş jurnalist, həm də peşə vəzifəsini yerinə yetirərkən jurnalist kimi gedib müharibə bölgəsində, gedib döyüş bölgəsində çəkiliş həyata keçirərkən şəhid olan bir jurnalistin bizə bir mirası idi Aynes və həm də Aynes GM radiosu Çingiz Mustafayevin adını daşıyır. Ailə üzvləridir rəhbərliyi, Vahid Mustafayev, Vahid Naxış, yəni onlar. Ona görə də bunu bir qədər də anlayışla qarşılamaq olar. Mən görürəm bəzi insanlar yazırlar ki, niyə
sona qədər məhkəmə çəkişməsinə gedilmədi. Ən azından Avropa məhkəməsinə verilə bilərdi Azərbaycan hökuməti. Hər halda bu münasibətləri tam pozmamaq üçün, ANS-in Azərbaycandan şikayətçi olmaması üçün bu cür addım atdılar. Bu da onların şəxsi düşüncəsidir. Yəni mən düşünürəm ki, bu məhkəmə gedilsəydi Avropa İnsan Hüquqları Məhkəməsində də kimsə ANS-i qınaya bilməzdi, çünki ANS həqiqətən haqsızlığa uğramışdı. Amma gedilmədi deyə də mən düşünürəm ki, çox insanlar qınamalı deyil. Anlayışla qarşılayıb sadəcə keçmək lazımdır. Ən azından bir ümid kimi ki, bəlkə də növbəti illərdə Azərbaycanda demokratik media indeksinin yaxşılaşması və ümumiyyətlə Azərbaycanda ifadə azadlıqlarının, hərəkət azadlıqlarının təmin olunması istiqamətində müsbət addımlar atılır, həm də media istiqamətində və ondan sonra ANS-in bərpa olunması üçün bir yol açılır. Ona da hələ indiki durumdan baxanda çox da yaxında görünmür. Amma hər halda siyasət həmişə stabil olmur. Burada geosiyasi nələrsə dəyişməsindən təbii ki, çox şey asılıdır. Dünyada baş verən proseslərdən çox şey asılıdır. Həm də Azərbaycan iqtisadiyyatından çox şey asılıdır. Görək, ümid edirəm ki, ANS nə vaxtsa öz yayımını bərpa edəcək və bizim uşaqlığımızın və yaxud da kimlərinsə gənclik illərinin ən çox izlədiyi televiziya olaraq Azərbaycana ən yaxşı jurnalistlər yetişdirən bir məktəb olaraq həm də ANS həm də Azərbaycanın ən əsas tarixlərindən biridir. Biz ANS-in gözü ilə sanki o Xocalı kadrlarını görürdük. Biz ANS-in gözü ilə Laçının işğal olunan vaxtı Çingiz Mustafayevin ağladığını görürdük. Biz ANS-in gözü ilə Şuşanın necə bir tankla necə müdafiə etməyimizi görmüşdük. Biz bütün o kadrları ANS-in gözündən görmüşük. Və ona görə də mənim kimi insanlar üçün, mən əminəm ki, mənim kimi düşünən insanlar çoxdur. ANS həqiqətən hörmət ediləsi və seviləsi, həm də dəyər veriləsi bir addır, bir qurumdur, fərqi yoxdur. Biz bunu necə hiss ediriksə. Ümid edirəm ki, nə vaxtsa ANS yenidən bərpa olunacaq və mən onu yenidən sevə-sevə izləyəcəm.